Allah niyə dərhal ədalət yaratmır? Zalimlar niyə cəzasız qalır? Bu sual çox insanın beynini qarışdırır. Dünyada haqsızlıq olur, pislik edənlər rahat yaşayır, yaxşı insanlar isə çətinlik çəkir. Bəs niyə? İslamda bunun cavabı budur. Dünya ədalət yeri deyil, imtahan yeridir. Ədalət isə tam şəkildə axirətdə qurulacaq. Quran buyurur, heç kəsə zərrə qədər belə zülm edilməz. Nisa 40. Allahın dərhal cəza verməməsi ədalətsizlik deyil. Bu insanlara tövbə etmək, dəyişmək və düzəlmək üçün verilmiş müddətdir. Çünki Allah mərhəmətlidir və insanlara fürsət tanıyır. Zalimlar bu dünyada cəzasız qaldı kimi görünə bilər. Amma bu yalnız bir gözləmə müddətidir. Əsl ədalət gecikmir, sadəcə doğru zamanda gəlir. Dünyada qaçan axirətdə mütləq tutulur. Yaxşı insanın çətinlik çəkməsi isə onun imtahanıdır və axirətdə daha böyük mükafata çevrilir. Nəticə budur. Allahın ədaləti gecikmir, sadəcə öz vaxtında təcəlli edir. Heç nə unudulmur.